Lamiyə xanım, biz niyə qərarsız qalırıq, qərarsızlıq zəncirini necə qıraq? Qərarsız qalmağımıza səbəb bir çox səbəblər ola bilir. Baxmalıyıq ki, məsələn, mən özümü yetəri qədər tanıyıram ki, məsələn, hansı tutaq ki, işlə bağlı bir qərar verəcəm. Burada özümü bilirəm, yəni öz bacarıqlarımı, öz zəif yönlərimi eyni zamanda. Qərarsız qalmağımıza səbəb bir çox hallarda altda yatan qorxular olur. O da ki, səhv etmək qorxusu, tənqid olunmaq qorxusu, məsuliyyət almaq qorxusu ola bilər və ya özümüzə yetəri qədər güvənmirik, məsələn, hər hansı bir qərar verməkdə. Ya tutaq ki, təcrübələrimizə, bacarıqlarımıza və ya da ki, ümumiyyətlə ola bilər ki, keçmişdə hər hansı bir qərar vermişik, orada çox böyük bir, belə deyək də, məğlubiyyət mi deyək, belə deyək, hər hansı bir düşüş yaşamışıq, ona görə çətindir. Və ya da ki, qərarlarımız indiyə qədər heç vaxt sayğı duyulmayıb. Yəni valideynlərimiz, ətraf tərəfindən həmişə yəni yargılanmışıq, tənqid olunmuşuq, səhv çıxarılmışıq. Ona görə də bir çox hallarda bizim üçün qərar vermək çətin ola bilir. Və ona görə də şuuraltı bunu bu şəkildə bir növ belə deyək də əngəlləyir və qərar vermə anında məsələn biz donub qala bilirik və ya ertələyə bilirik.